Evdə ən gözəl reseptlə dadı möhtəşəm olan profiterol hazırladım. Ocağın üzərinə qoyduğum qaba süd, su, şəkər tozu, duz və kərə yağı əlavə edirəm. Məhlul qaynamağa başlayanda unu əlavə edib əlimi dayandırmadan yaxşıca qarışdırıram. Eyni cinsli kütlə halına çatdırıb vamxodda 2 dəqiqə qarışdırıb ocağın üzərindən götürürəm. Hazırladığım xəmir soyuduqdan sonra yumurtaları döküb mikserlə çırpıram. Hazır xəmiri krem torbasına töküb soba listinə bir-bir bu formada sıxıram. Və öncədən isidilmiş mebel içi sobada mən fan rejimində 180 dərəcədə 35 dəqiqəyə bişirdim. Profiterollərin içini istədiyimiz zövqə görə kremlə doldurmaq olar. 2 cür krem resepti videonun altında qeyd edəcəm.